Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə çox sadə formada miniatür su quyusunun hazırlanmasını paylaşacağım. Hazırlamaq üçün ilk öncə bizə dairəvi, yəni boru formasında kardon lazım olacaq. Əlimdə hazır belə kardon olduğu üçün ondan istifadə edəcəm. Yoxdursa, biraz qalın kağızı bu formada burmaqla su quyusunun ilk olaraq korpusunu hazırlaya bilərsiniz. Uzunluğun ölçüsünü çox götürməyin, yəni odunların uzunluğuna görə ayarlayın və su görüntüsü üçün məndə mavi kağız var, ondan istifadə edəcəm. Bir dəfə su quyusunda mavi atlas lentdən istifadə eləmişdim. Heç biri yoxdursa, adi kağızı mavi boya ilə boyayıb yapışdıra bilərsiniz. Odunları tam yarıya qədər yapışdırandan sonra 2 ədəd uzun odun yapışdırırıq dirək olaraq. Daha möhkəm olması üçün həsir iplə bağladım. Həm görüntü olaraq gözəl görünür, eyni zamanda odunların qopmaması üçün daha uyğundur. Bu süni çəməni yapışdırmaya da bilərsiniz. Həm görüntü olaraq gözəl görünür, həm də odunların aşağı hissəsinin girintili, çıxıntılı olan hissəni qapadır. Dam hissə üçün elə kardon seçin ki, soyduqda bu formada dama bənzəsin. Üst qabığını çıxaranda bəziləri çox rahat soyulur, bəzən belə olur. Və mavi rəngdə boyayacağım. Damın rəngini istənilən formada seçə bilərsiniz. Mən səbətimin dekoru mavi olacağına görə bu rəngdə boyadım. Yəni əvvəlcədən bir səbət üçün nəzərdə tutdum bu miniatürü. Bu odunu yapışdırandan sonra daha möhkəm olması üçün yapışdırdığımız digər oduna yaxşıca həsir iplə bərkidirəm. Çünki bu hissə damı saxlayacaq üzərində, daha möhkəm olması lazımdır. Vedrə üçün əlimdə belə bir kiçik qapaq var. Diş macunu qapağı da yoxsa başqa mağaza idi, unutmuşam. Sadəcə hər zaman saxlayıram. Qulpu üçünsə bizə sim lazım olacaq. Çalışın biraz asan əyilsin. Çox bərk simdən, qalın simdən istifadə eləməyəsiniz. Yenə mavi kağız yerləşdirirəm su görüntüsü üçün. Siz də eyni ilə mavi boya ilə də boyaya bilərsiniz. Kənar hissələrini saxsı rəngdə boyuram. İstəsəniz başqa rəngdə seçə bilərsiniz. Son olaraq əlavə bir gül budağı yapışdıracağım miniatürümüzün daha gözəl olması üçün. İstəsəniz bunun əvəzinə kiçik çiçəklər düzə bilərsiniz. Yəni salxım çiçəyi vacib deyil.
Və miniatürümüz tam hazırdır. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.